Hər vaxtınız xeyir olsun dostlar. Xoş gördük sizi kanalımda. Günləri Türkiyə kuboku, Ziraat Türkiyə kupası, Türklərin demişik. Ziraat Türkiyə kupasında derbi oyundayıq. Fenerbahçe Beşiktaş oyundayıq. Oyun başlayıb artıq. İlk oyundur, grup oyunudur, grup mərhələsidir. İnşallah maraqlı oyun olar. Derbiyə yaraşan bir oyun olar. İki komandada da əksiklər var. Fenerbahçe'də daha çox əksiklər var. Bir hardasa bir 10-11 oyuncu əksikdir. Zədəlilər var, klubdan qovulan oyuncular var, cəzalı oyuncular var. Oyuna Fenerbahçe daha çox əksiklər, Beşiktaşın da əksikləri var. Beşiktaş'a gəldi, verdi pas, vurdu çölə. Beşiktaşın ilk təhlükəli zərbəsi 2-ci dəqiqədə Fenerbahçe qapısı qarşısında. Deməli Beşiktaşın kubok qazanmaq üçün axırıncı şansı buradadır. Mənim fikrimcə şeydə də qalıb, Super Kubokda da şansı var, amma ligdə şansı demək olar ki yoxdur. Qalatasaraydan 10 xal, 13 xal desən artdadır. Ona da çətindir orada. Çətindir, ümumiyyətlə 99% orada yəni şansı yoxdur. Şansı bu Super Kubokdadır. Bir də ki Türkiyə kupasındadır, Ziraat Türkiyə kupasında şansı var. Ona görə də məncə bu oyunda Beşiktaş daha yaxşı oynamalı ki, ən azından burada bir kubok götürsün. Maraqlı bir oyun olar, hakimin danışılmadığı bir oyunlar olar. Beşiktaş qələbə qazanar. Hər zaman kimi Beşiktaş burada qələbə qazanmağını istəyir. Fenerbahçe'nin kim oynayırsa oynasın, onun qələbə qazanmağını istəyir. İnşallah burada da Beşiktaş qələbə qazanar, amma ədalətli, maraqlı oyun olar, oyundan qələbə qazanar. Beşiktaş sürətli başlayıb, daha sürətli başlayıb oyuna. Görək necə olacaq. Oyuna keçək dostlar. Oyuna keçməmişdən qabaq kanalıma abunə olun, videolarımı bəyənin. Videolarım axır bu 5-6 videom izlənmir. Çox zəif izlənir, çox az izlənir, bəyənlər yoxdur. İzləyin videolarımı bəyənin, fikirlərinizi yazın, bildirimləri açın ki, paylaşdığım videoları görəsiniz və izləyəsiniz. Keçək oyuna dostlar. Dostlar, oyun 20 dəqiqədir, davam edir. 20 dəqiqədə nə oldu? 20 dəqiqədə iki komanda da topla çox oynayır. Yəni Fenerbahçe top gələndə Fenerbahçe 1-2 dəqiqə oynayır. Beşiktaş gələndə Beşiktaş oynayır. İkisi də oynayır, sürətli oynayır, çox sürətli oynayırlar. Ona görə də sürətli oynadıqlarına görə də iki komanda da bir-birlərinin qapısı qarşısına gələndə topları itirirlər. Yəni axırıncı pasları dəqiq verə bilmirlər. Ya dəqiq verə bilmirlər, ya da ki özləri itirirlər. Ona görə də iki komanda Beşiktaş da eyni şey eləyir, Fenerbahçe də eyni şey eləyir. Ona görə də qapıya dəqiq zərbə var, nə də qapıya zərbə var. İndi Kərəmdən bir dənə zərbə vurdular, o da getdi stadionun ikinci mərtəbəsinə. Yəni orada zərbə sayılmaz. Zərbə kimi yazılacaq, amma zərbə kimi sayılmır məncə. Ona görə də iki komanda çox tez oynayırlar, çox sürətli oyun oynayırlar, hücuma sürətli çıxmasına ona topları itirirlər. Bax, yenə də gəlirlər axırıncını, amma hakim saxladı. Görək burada bir şey var Kərəmə qarşı. Düz qapı xəttinin yanında. Baxaq burada görək. Bir görsət bir normal. Burada var idi. Belə topu keçmişdi. Kərəm topu keçmişdi, ayağına vurdu Kərəmə, ona da cərimə zərbəsi, amma çox təhlükəli yerdən. Əsl şeyin yeridir. Talişkanın vura biləcəyi yerlərdir. Qapıya çox yaxındır. İndi görək Fenerbahçe'dən kim vuracaq qapıya? Oğuz Aydın var topun başında. Oğuz var, Kərəm var, Asensio var. Asensio'dur. Hə. Görək kim vura biləcək. Vur da Çerni'de. Gol. Çerni. Beşiktaş 1-0 önde. Fenerbahçe 0, Beşiktaş 1. Ziraat Türkiyə kupasında Fenerbahçe 0, Beşiktaş 1. 33-cü dəqiqə. Yaxşı gəldi Beşiktaş. Hücuma yaxşı çıxdılar. Abraham'ın pasında Çerni 1-0 öne keçirtdi. Burada offside yoxdur. Burada da offside yoxdur. Burada offside yoxdur.
Fenerbahçe'nin qapıçısının ayaqlarının arasından Çerni gələndən sonra bir 3-4 oyun yaxşı oynamadı. Ondan sonra biraz düzəlib. Çerni də yaxşı oynayır Beşiktaşda. Tamir Abraham asist, Çerni gol. 30-cu dəqiqə Fenerbahçe 0, Beşiktaş 1. Bunu da nəzərə alaq ki, Fenerbahçe'nin də əksikləri çoxdur. Yəni tam kadroda olsa məncə bu oyuna tam kadro oyuna çıxmayacaqlar. Yenə də rotasyon biraz olacaqdı, amma oyunun gedişatında dəyişdirə bilərdi, amma indi dəyişdirəcək bir oyunçu yoxdur. Zədəli, kadro dışı cəzalı oyuncular çoxdur deyə. Dostlar, burada bir çəkmə var, formadan çəkmə var. Tommy Abraham Mert Müldür'ün formasından çəkir cəza sahasının içində, Beşiktaşın cəza sahasının içində. Birincidə görsətmədi bunu, uzaqdan görsətdi, bir dəfə görsətdi, ona görə onu bir təpki verə bilmədim. İndi görsədir, vara çağırdı baxmağa. Bu da mənim fikrimcə də penal var, çünki açıq formadan çəkir. Yəni biraz o Mert Müldür özünü atsa da, amma çəkir formadan. Forma belə uzanır, dartılır. Mənim fikrimcə də bu penaldır. Yəni Fenerbahçe'nin udmağını istəməsəm də, qol vurmağı istəməsəm də, amma düz danışmaq lazımdır. Burada penaldır. Amma bir dənə də bunu deyim ki, Abraham'ın orada çəkməyi heç yəni mənası yoxdur, məntiqsiz bir şeydir. Çünki top Müldür tərəfə də gəlib çıxmayacaqdı. Orada Beşiktaşlı müdafiəçi topu çıxardacaqdı, amma ehtiyac yoxdur belə bir hərəkətə. Təmiz penaldır. Vara da çağırıblar. Bu mənim şəxsi fikrimdir. Təmiz penaldır. Var da çağırdı. Çünki formanı çəkir. Yəni çəkir, buraxır. Forma uzanır belə. Bu penaldır. İndi var da çağırdı. Var da indi qərarını verəcək. Gəldi Oğuzhan və penal. Çünki bunu birincidən görsətsəydi, birinci epizoddan 1-2 dəfə görsətsəydi yaxın məsafədə, mən onu həmin vaxtı yerində deyərdim. Ona görə də gec görsət. Bir dəfə görsətdi uzaqdan. Ondan sonra var hakemə deyəndən sonra yaxından 3-4 dəfə görsətdilər. Sarı kart da gördü və bu da penal. Penal. Əməlbaşı çəkir formadan. Təmiz penal. Görə penalı kim vuracaq? Talişka yoxdur. Talişkanın yerinə ola bilsin ki, ya Asensio ya da ki Kerem vursun. Görə kim vuracaq? 1-1. 43-cü dəqiqə Fenerbahçe 1, Beşiktaş 1. Boş, yəni tam Abraham'ın elədiyi hərəkət yersiz hərəkətdir. Forma çəkmək yersiz bir hərəkətdir. Penaldakı təmiz penaldır. Çünki formadan tutub dartırdı Mert Müldür'ün formasından. Var çağırdı, verdi penalı və Asensio, Kerem bıraktı Asensio. Fikrimcə Kerem biraz qorxdu. Mənim fikrimcə Kerem qorxdu, verdi Asensio. Çünki özü vuracaqdı. Tənqidlərdən zaddan qorxdu fikrimcə. Oldu 1-1. İlk hissə bitdi dostlar. İlk hissə Fenerbahçe 1, Beşiktaş 1. Oyun ortada gedirdi. Nə Fenerbahçe çox topla oynayırdı, nə Beşiktaş. Amma Beşiktaş 1-0 öndə idi. 1-0 da birinci hissəni götürə bilərdi. Abraham'ın elədiyi o yersiz hərəkət, Mert Müldür'ün formasından dartmağı və penal, varın verdiyi qərardan penal, var çağırdı, penal verdi hakim. Və Asensio qolu atdı, 1-1 oldu. İkinci hissədə görə necə oyun olacaq. Mənim fikrimcə Beşiktaş yenə top vura bilər, Fenerbahçe də vura bilər. Yəni iki komandada oyun getdikcə ikinci hissədə daha da çox arxalarda boşluqlar verəcək fikrimcə. Çünki əksliklər var iki komandada. Məncə yenə də qollar olacaq. Beşiktaş da vuracaq, Fenerbahçe. Bu oyun fikrimcə məncə 2-2 zad bitəcək. Ya 2-2 ya 3-2 Fenerbahçe zad qazana bilər. İndi baxır oyunda gedişatına. İkinci hissədə görüşərək dostlar. Videomu bəyənin, kanalıma abunə olun. Səhv gəldi. Ala ver pası da Orkunda. Ver oradan ara pası at. Çıxsın qapının üzbəyüzdə. Orkun vermədi pası bura bax. Versəydi üzbəyi çıxacaqdı qapısı ilə. Bu dəqiqə 2-1 olacaq. At buradan ara pası da bura bax. Atmadı.
Emirhan idi orada, kim idi orada? Qapıçı vurdu, qapıçı çıxartdı. Tarık da pis qalmır ha. Ceyn 3-cü qapıçısıdır Fenerbahçenin. Yenə Beşiktaş atağı. Hadi Beşiktaş. Çəkdin, Orkun, orta, vurdu, qapıçı yenə Tarık. Bu da çətin topudur ya. Beşiktaş gəlir. Korner. Lay la lay lay la la. Beşiktaş'tan ceza sahası içerisinde Cani baktı arkadaşlarına. Başla 56. dakika. Cani pasajına kullandığı Beşiktaş. Raşitsa uzaktan vurdu dışarıya. Mirot Raşitsa. Out'a gitti top. Kale vuruşunu kullanacak. Fenerbahçe. Raşitsa böyle kontrol etti. Baktı kaleye. Böyle vurdu. Out'a gitti top. Martin pası. Szymanski. O top yolunda kalıyor. Ersin. Emirhan. Emirhan. Şimdi sahne topla oluştu Beşiktaş'ta. Asensio'nun kayarak bu müdahalesi alkış aldı taraftarlardan. Szymanski orada biraz geride kabul ediyor. Halbuki biraz daha ileride oynamasını istedi arkadaşları ondan. Asensio da bu yatarak müdahaleyle biraz onu bir engelledi sanki. Şimdi Emirhan, Şikriyar topu taça gönderdi. Beşiktaş bir kez daha taç atışı kullanıyor Jurasek'te. Salih Uçan. Jurasek. Geriye döndü. Jalo. Orkun. Gökhan. Cani çizgide boştu. Onunla oynadı. Cani aldı topu. Cani kaleye doğru yaklaşıyor. Cani. Şimdi Gökhan yerden cezalarına. Yenə Tarık. Yenə Tarık. Üçüncü top diye çıxardı. Net pozisyon çıxardı üçüncü ya. Yani bu oyunda Fenerbahçe məğlub olmasa, yəni bərabərə qalsa, qələbə qazansa Tarık'ın sayəsində. Tarık ard-arda üçüncü topda çıxardır. Net pozisyon çıxardır üçüncü. Yenə ikincidən zərbə korner. Orkun topun gerisində. Oğuzhan Çakır o bölgede oyuncularla konuşuyor. İkinci hissə Beşiktaş daha yaxşı başlayıb. Beşiktaş daha yaxşı başlayıb. Daha 3 dənə net pozisyonda. Bir dənə də Fenerbahçe oldu, onu da müdafiə çıxartdı. Orkun ortaladı, uzaq gücə bir kafa Yükseldi, vurdu kaleye paralel gitti top. çıxdı. Terk ediyor. Bayrakta kalkıyor. Çıxdı, çıxmışdı oradan deyəsən. Ama rakibe bıraktı. Şimdi bir kontra şansı. Getdi Çerni. Çerni nədir? Çerni gidiyor. Vur. Gol! Çerni. 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 Fenerbahçe 1, Beşiktaş 2. 90+1. Voslav Çerni 2-1. Ziraat Türkiye Kubokunda Fenerbahçe 1, Beşiktaş 2. Son 2 dəqiqə. Fenerbahçe bu sezon deyəsən ilk məğlubiyyətini alacaq. Ligdə məğlubiyyəti yoxdur. Amma Kubokda ilk məğlubiyyətini deyəsən alacaq. Ümumilikdə ilk məğlubiyyətini alacaq. Görələ buraxmasa. Kontradan çıxdı. Kontradan yaxşı çıxdı. Burada Abraham topu saxlaya bilmədi ayağında. Saxlasaydı bəlkə də qol olmazdı. Belə təhlükəli şey olmaz, hücum olmazdı. Saxlaya bilmədi. Top gəldi, düşdü Çernin qabağına. Çerni də burada yaxşı uzatdı yerə. Kim idi o? Osterwolde. Osterwolde qəşəng keçdi.
2-1. Fenerbahçe 1, Beşiktaş 2. Ve Beşiktaş'ın yani bu lig bitib Beşiktaş'ın 95% yani Beşiktaş'ın lig bitib. Kubok qalıb, bir də Super Kubok qalıb. Super Kubokda hələ ki gələn həftə başlayacaq 4 komanda arasında. Ən ya dəqiq Beşiktaş'ın kubokdur. Super Kubokda da fikrimcə yəni Beşiktaş eləyə də bilər, amma fikrimcə eləyə bilməyəcək bir şey, orada bir şey. Amma ola da bilər. Əsasda kubok. Ya onlardan ikisindən birini almaq, ikisini də alsa daha yaxşı olar. İkisindən birini də almaq yəni böyük bir şey olar bu sezon üçün. Demək olar ki, lig bunlar üçün bitib. 13 qaldı deyəsən Qalatasarayla geridədir. 90 plus 3-cü dəqiqə. Oyun bitti dostlar. Fenerbahçe bu sezon ümumilikdə ilk məğlubiyyətini aldı şeydə. Ligdə deyək ki, ümumilikdə yox, Avropada məğlubiyyətləri var, amma Türkiyə içində ilk məğlubiyyətini aldı. Ligdə məğlubiyyəti yoxdur, kubokda ilk məğlubiyyətini aldı. Beşiktaş 2-1 qazandı Fenerbahçe'nin öz meydanında. Oyun normal oyun getdi. Belə çox sürətli oyun getdi. Hakimin də çox səhvləri oldu. Lazımsız yerlərdə lazımsız qərarlar verdi. Görmədiyi pozisyonlar vardı. Məsələn kart çıxmalı pozisyonlar vardı, görmədi onları. Birində də elə penaltı pozisyonunda da görmədi, var girdi. Hakimin səhvləri vardı. Yəni vardı. Çox səhvləri vardı. Xırda da olsa çox səhvləri vardı. Beşiktaşları təbrik edirəm. Beşiktaş qazandı kubokda. Kubokda ilk qələbəsini qazandı. Fenerbahçe'də məğlub oldu. Əksikləri vardı Fenerbahçe'nin Beşiktaşın da. Amma qazandı Beşiktaş. Təbrik edirəm Beşiktaşlılar dostlar. Bu qədər videomuzu burada bitirək. Kanalıma abunə olun, videolarımı bəyənin, videolarımı izləyin. Əslində videolarımı izlənmir, bəyəni yoxdur. Takip edin, bildirimləri açın ki, paylaşdığım videolar bildirimləriniz vasitəsilə sizə çatsın ki, video paylaşmışam. Sağ olun dostlar, başqa videolarda görüşərik.